Salam dostlar, mən Hüseyin. Bugün Age of Story 2 Definitive Edition'da Azərbaycan ilə oyuna başlayırıq. Gördüyünüz kimi sol tərəfdə zorluğumuz çox zordur. Savaş hissi klassik, oyun üzü %50, AI saldırganlığı isə 30%-dir. Yəni bu formada oyuna başlaya bilərik. İndi oyna deyib oyuna başlayırıq. Bəli, oyuna başlarıq indi. Gördüyünüz kimi sol üstdə gəlirimiz 5321-dir. Bu gəlir çoxaltmaq üçün gördüyünüz kimi burada texnoloji puanlarımız var. Bunları ehtiyatlı paylamalıyıq ki, gəlirimiz çox artsın. Əgər gəlirini çoxaltmaq üçün istəyirəmsə, ən çox yönətmə verməliyəm. Yəni 35 dənə maksimum verə bilərəm. Bu 35 dənə hamısını yönətmə verdim. Gördüyünüz kimi gəlirimiz 7418-ə qədər çıxdı. Bundan sonra ikinci ən çox artıran gəliri üretim gəliridir burada gördüyünüz kimi. Buna da qalanların da hamısını üretim gəlirinə verdik. İndi 7807 gəlirimiz var. Amma bundan qurtarmır. Yəni gəlirimizi daha da çoxaltmaq üçün dövlətin vergilərini, sonra malzemələrə olan yatırımları falan bunları da ayıraya bilərik buradan. İndi vergiləri burada tam sərhəddə tutmağa çalışacağam. Yəni nə çox vergi alacağam, nə də çox az. Yəni tam da sərhəddə tuta bilsəm, tutdum. Malzemələr də eyni formada sərhəddində, yatırımlarda bu da ekonomiyə iş yarayır yatırım. Bunu da tam sərhəddində. Gördüyünüz kimi gəlirimiz 11.000-ə qədər çıxdı bunlardan sonra. İndi isə dostlar sizə planları danışım. İlk planım təbii ki də Ermənistana ələ keçirmək olacaq. Gördüyünüz kimi bizdən zəif dünyada 133-cü yerdədir və 457 min ekonomi 3 milyonda nüfusu var. Təbii ki də bizim baş düşmanımızdır bu. Ona görə də pulumuzu yığıb orada basım işləmə eləyib və Ermənistanı ələ keçirməliyik. İndi biraz turları keçirik tez-tez. Pulumuz yığılsın. İndi mən hardasa bir 700-800 min pul yığım. Ondan sonra o həmin pulla da orduları basaq. Dostlar gördüyünüz kimi 917 min pul yığdım. İndi bu pulla əlimdən gəldiyi qədər çox ordu basmağa çalışacağam. Əslində bu Ermənistan üçün çox da ordu lazımdır. Amma yenə də daha çox qəşəngdir. Yəni niyə də çox olmasın? Pulumuz varsa olsun da çoxu. Gördüyünüz kimi sərhədlərinə gətirdim orduları. 36700 ordu Naxçıvanda, 73000 Hansı əyalətdə la? Belə yer var, Stepanakert. Nə bilim valla. Nəysə, 73.000 də Gəncədə. İndi Ermənistana beləncə burada münasibətimiz sıfırdır, amma mən təbii ki bunu daha da çox pisləşdirdikdən sonra savaş açıram. Belə haqarət edirik, biraz söyürük. Ondan sonra savaşımızı ilan edirik. Və indi burada 36.000 ordu ilə bura qapana hücum edəcəm. 73 minlik ilə də elə eyni yerə hücum edirəm. Ondan sonra bu 73 minliyə də bura hücum edirəm və turumu keçirəm. Ermənistan 57 min ordusu varmış orada, amma təbii ki bizim ordular onu rahatlıqla utdu da. Burada isə 28 min varmış, 73 min bizim ordumuz yenə qazandılar təbii ki. Və Ermənistan %100 artıq Azərbaycan əlindədir. Sadəcə 7 gün içərisində bütün Ermənistanı işğal etdi gördüyünüz kimi. İndi baş müzakirələr edirik və bütün torpaqlarını əlimizə keçiririk. Gördüyünüz kimi dostlar artıq Azərbaycan sərhəd görünüşü daha da gözəl oldu. Ordular Bakıya çəkdim. İndi biraz pul yığım. Pul yığmayaq. Niyə? Çünki assimilasiya eləməliyik. Assimilasiyonu birini eləyə bildim. Çünki niyə? Çox ordumuz var əlimizdə. Yəni bu da bizə ekonomik çətinliklər çəkdirir. Ona görə orduları hələlik müvəqqəti təxris edirəm ki, təxrisdən nədirsə də dağıtdım orduları ki, getsinlər, biraz pulumuz, gəlirimiz çoxalsın. Biraz da tur atlayaq, gəlirimiz müsbətə çıxandan sonra digər assimilasyonu da eləyim. Yəqin ki, indi eləmək olar. Bəli, oldu. Artıq iki torpağın ikisini də assimilasyon elədim. Sonraki hədəfim kimdir? Təbii ki də Gürcüstandır. Yəni Qafqazda ilk dəfə, yəni birinci Qafqazda hakimiyyət qururuq. Ondan sonra qarşı tərəfə Xəzərin qarşısına Türkmənistan, Özbəkistan bunlar kimi ölkələri işğal edə bilərik. Yəni burada mənim məqsədim düşmançılıq deyil təbii ki də. Bütün türk dövlətlərini yəni bir bayraq altında saxlamaq daha yaxşı olar məncə. Yəni digər xristian ölkələrdən qorunmaq məqsədi ilə. İndi dediyim kimi Gürcüstan üçün də biraz pul yığım, ordu basım və onu da işğal edək. Və bəli dostlar, gördüyünüz kimi 1 milyon pul yığdım. Çünki Gürcüstan Ermənistana nisbətən daha güclü bir ölkədir. Ona görə əlimizdən gəldiyincə güclü ordularla hücum edəməliyik özdə. Nəysə, ordularımızı bastıq gördüyünüz kimi. İndi Gürcüstanın üstünə basırıq bir dəfə. Mənfi 4 demiş olsam münasibət, amma Gürcüstan müttəfiqi var imiş. İttifaqı, kimdir ittifaqı? Moldova dövləti, yəni
Moldova sən hara, Gürcüstan arada, yəni da nə bilim bu. Amma yenə də mənim vecimə deyil. Mən savaşımı elan eləyirəm. Elədim. İndi 68.000 ordu ilə bura hücum edirəm. Digər 68.000 ordunu 2 yerə böləcəm. Çünki o birisi ilə də Tel Aviv vilayətinə hücum edəcəm. Ona görə bununla da 2 yerə böldüm ki, eyni formada hücum eləsinlər. İndi turumuz atayıq, görək nə baş verir. 3000-12000-dən hücum elədi Gürcüstan. Burada da 14.000-dən hücum elədi. İndi bizim hücumlar görək necə olacaq. Həqiqətən də Gürcüstan ordusu çox imiş ha. Tək burada belə 57.000 ordusu var, amma bizim ordumuzun qarşısını ala bilməyəcəklər. Görürsünüz, ala da bilmədi. İndi bura hücum elədi. Burada da 48.000 var imiş. Amma buranı da ələ keçirməyə başardıq. İndi növbəti hədəf Gürcüstanın paytaxtı olan Tiflisi ələ keçirməkdir. Ordularımızı ora doğru yönləndirdik. Amma diqqətli olmalıyıq. Yəni gördüm ki, Gürcüstan biraz çox ordu çıxdı. Yəni hər an barışa bilərəm. Çünki ilk turdan belə o qədər ordu çıxsa, onun çox ordusu ola bilər. Bəli, gördüyünüz kimi 16.000-dən də 16.000 idi, 6.000 idi. Nəsə tam görəmirəm, amma nəysə. Onunla hücum elədi, amma alanmadı ordunu. Və bizim hücumumuz son dərəcə başarılı keçdi. İndi burada 2000 ordusu var. Bu 28.000-dən bura hücum eləyim. 10.000-dən də elə Kutaisiya vilayətinə hücum eləyim. Görək orada çıxacaq ya yox. Baba dediyim oldu, gördünüz. 18.000, 2.000, 20.000 orduna saldırdılar. Saldırdılar, nədir? Hücum elədilər. 8.000 orduları qaldı, amma mənim hücumum da yaxşı keçdi əslində. İndi bir dənə barış yoxlayaq, görək necə olacaq. Yəni bax bu torpaqları mən istəsəm, bir dənə buranı ala bilirəm. Buna da yox, mən belə barışmıram onda. Onda yox, belə yox. Onda burada bir qədər ordu basma işləməli eləyək. Danışa bilmirəm, biraz üzrü sayın. Danışmağı öyrənsəm çox yaxşı olar. Məncə bu 17.000-dən iləri yox, arxa tərəfə hücum eləyək ki, bunun buradakı ordusun işini bitirək. Düzdür? Gördünüz, Tiflis də qurtardı ki. Orada getdi. Amma bu ordum təbii ki yayılacaq ora, belə. İndi bu 4300 ordu ilə Tiflisə 7.000 isə bura gedək. Çünki buradan mənim torpağıma hücum edəcək 100%. Hətta buradan da ordu basım işləmə eləyək biraz. Belə, bomba kimi. Demək, yenə oranı da ələ keçirdilər 4.000-dən 791 ordu ilə mənə hücum edilər. 200 ordu ilə ora hücum edilər, 177 ilə də ora. Yəni, mənim Tiflisə olan hücum pis nəticələndi, amma nəysə. Belə görən dostlar, biz bu savaşda ya bərabər qalacaq, ya ki uduzma ehtimalımız var. Çünki mən Gürcüstanı zəif bilirdim. Amma özü biraz çox güclüymüş. Ona görə barış müzakirəsi deyəcəm. 5 ulduza. Buranı versə barışa bilərik məncə. Vermədi. Gəlindi. Bu işin içindən çıx. Nə verəcəm mən indi? Heç nə. Əlimdən gələni eləyəcəm dostlar. Mən bu savaşı uduzmamağa çalışacağam. Əlimdən gəldiyin eləyəcəm. 6700-dən bura 3000 də ona dəstək olaraq getdi. Toplamda hardasa 10.000 ordu ilə ora girdik dostlar, görək nə olur. 3000-dən hücum edilər, alınmadı. Ora. O da getmədi. Qəşəng. Yes, əla. Bomba kimi. Bundan da bura hücum edə. Burada da ordu bas. Nə qədər? 3700. Qalsın ki arxada dəstək olar da. Birdən orada ordularımız udursa, buradakı ordular dəstək olar. Düşdü ora. Pis oldu. Bunun çox ordusu var imiş ha. Ora getmədi. İşə düşdü ya. Mən nə bilirdim bu qədər güclü olacağını. Nəysə, heç olmasa bununla bura hücum eləyə görə nəsə olacaq. Bir dənə barışma da yoxlaya görə torpağı sən vermə, mənim torpağımı məndən ala bilməzsən. Belə. Bu formada barışsansa əgər. Hələ bunun müttəfiqi gəlmir. Müttəfiqi gəlsə da var ha. Getdik də işimizə. Moldova da qəbul eləmədi onu. Yəni Gürcüstan qəbul edilmiş. Moldova, sən nə buradan xeyrini alacaq ki? Niyə qəbul eləmirsən? Ora getmədin də. Dayandı. Yenə 9 eyni formada bir dənə də istəyə atıram. İnşallah qəbul eləyərlər. Yəni qəbul eləməsələr batdıq deməkdir.
Oyda, qəbul eləmədilər. Dostlar, bu savaş çox uzanacaq kimi görünür. Mən əlimdən gələn qədər orada basım. Ondan sonra biraz gözləyim. Yəni bunları bağışlaya bilsəm öz torpaqlarımızı almaq şərti ilə, yəni bağış antlaşması eləyə bilərəm. Və dostlar, axır ki, böyük bir savaşın ardından yəni barışmağa gücdən bağlı da zorladım. Yoxsa bütün torpaqlarımızı işğal edirlər. O dərəcədə də yəni. Bir dənə burada gücdən bir vilayətdə 58 sonradan dirənirdim. İndi 58 qaldı yəni. Heç bunu da Pramoy dağı da. Və dostlar, yəni biz burada nəyi bildik? Bildik ki, Gürcüstan həqiqətən çox güclüymüş. Yəni 1 milyon pul yox, yəni daha çox pulla ordu basmalıyıq. İndi bu səfər 1 milyon yox, 2 milyon pul yığacam, görək o pulla ordu bassam uta biləcəm ya yox. Və dostlar, gördüyünüz kimi 2 milyon pulumu yığdım. İndi bu səfər ordu 2 milyonluq basacam və görək Gürcüstana keçə biləcək yoxsa yox. Bu arada mən belə ancaq savaşlara meyilli oldum. Qonşu dövlətlərə normal münasibət qura bilmədim. Mən bu -7, -9 bunlar çox güclü ölkədir. Yəni bizə bir dənə ultimatum atsalar, əlimiz qolumuz bağlı, qəbul eləməkdən başqa çarəmiz olmayacaq. Yəni ultimatumda nədir? Dostlar, deyim də. Elə bir məsələn deyir ki, şeydir, mənim vasalım ol, yəni mənim tərkibimə gir, yoxsa sənə 300 min ordu ilə məsəl üçün savaş elan edəcəm. Yəni məsəl çəkəndə belə olur da. Yəni bu qarşımızdakı, ətrafımızdakı daha doğrusu 3 dövlət həqiqətən çox güclü. Ona görə bunlarla münasibətimizi yaxşı tutmağa çalışmalıyıq. Nəysə, indi ordularımızı basaq Gürcüstana qarşı. Görək bu səfər nətər olacaq? Yəni 2 milyonluq bir ordu basacam da. Necə olacaq? Görək. Gördüyünüz kimi 2 milyona 405 min ordu basa bildi. İndi bunların hamısını Gürcüstan sərhəddinə göndərirəm dostlar. Belə geçsin. Burada 81 min ordu qaldı. Bunu da 3 yerə bölüm elə bura. Ya 3 yerə yox. Elə bu ikisinə göndərim də bunlar. Ha, vəsə. Da belə. 121 min, 121 min, vəsə. İndi diplomasi deyirik. Görüşümüz bundan sıfırdır münasibətimiz. Münasibətimizi biraz da pisləşdirək. Mən 22 yaşlı bu formada ona savaşımı ilan edirəm. İndi bu səfər 162 minlik ordu ilə girəm bu vilayətə və bu ikisinə də yəni, toplam 242 minlik. Turumu keçirəm, görək nə olur. 12 min, 10 min. Yəni zəif deyəcək bu ordular biz üçün. Yəni nə boyda 162 minə gördük. Orada 112 min ordumuz qaldı. Burada nə qədər qalacaq? Burada da 209 min. Görürsünüz bu səfər dağıdırıq əməlli başlı. İndi 209 min ordu ilə Tiflisə doğru irəliləyirik. Görək nə olur. 14 min, 9 min bir yerdə hücum elədi, amma heç nə eləyənməz. Çünki ordumuz həddən artıq çoxdur. Yəni həm güclü, həm də çox ordumuz var. Tiflisdə ələ keçirdik dostlar, gördüyünüz kimi və Moldova da bizə savaş ilan elədi. 90 min ordu ilə Kutaisi vilayətinə hücum edirəm. Bununla da bura aradı. Nəysə, o adı oxuyamıram mən. Orada hücum elədik də. İndi isə barış antlaşmasına keçək, barış müzakirələri deyirik. 23 ulduzumuz var. İndi burada ala bildiyimiz ən sərfəli torpaqları almalıyıq. 4 ulduz bura versik. 6 ulduz bura olsa yaxşı olur, yoxsa belə olsa yaxşı olar. Ayda, belə. Onda belə eləyək. Yəni bunun Qaradənizə olan bütün sərhəddini bağlayaq. İçimizdə balaca qalsın. Ons pulumuzu yığdıqdan sonra təzədən savaşımızı ilan eləyəcəyik. Və görürsünüz kimi qəbul elədi. Artıq Azərbaycan sərhəd görünümü çox super hala gəldi. İndi bunu tam alandan sonra bomba kimi olacaq. İndi biraz orduları təxris eləyək. Çünki pulumuz yenə gördüyünüz kimi mənfiyə hardasa düşəcək. Hardasa düşəcək yox, düşüb. Mənfi 189 min deyə pulumuz. Yəni ekonomimizə ciddi zərər vurur. Ona görə də orduları təxris elədik. Gəlirimizə baxın 28 min. İndi tur atlayaq, biraz pulumuz yığılsın, assimilyasiya eləyək, sonra yenidən də savaşımızı ilan eləyək Gürcüstana qarşı. Yəni Gürcüstanı aldıqdan sonra Azərbaycan artıq bütün Qafqazlarda hakimiyyət quracaq demək olar. Assimilyasiyalarımızı eləyək 242 mindir. Hamısını başlatdım assimilyasiyaların. Bundan sülhümüz hasana qədərdir. 5 tur qalıb. 5 turdan sonra artıq yenidən savaşımızı ilan edə bilərik. Və dostlar, gördüyünüz kimi yenə 2 milyon pulu yığdım ordu basmaq üçün. Ordularımızı basıb ikinci dəfə Gürcüstana savaşımızı ilan edəcəyik və artıq bütün Qafqazlar bizim olacaq. Gördüyünüz kimi hər sərhəddə 47 min, amma bir dənə bura 60 min düşdü və bura niyə belə oldu da? Yəqin pul biraz çox olub, ona görə biraz qarşılıq oldu. Nəysə, savaşımızı ilan edirik və böyük ehtimalla bir turda bitəcək bir savaşdır. Çünki 3 vilayətin içinə də yüksək sayda ordularından hücum edəcək, yəni normaldır. Bütün ordularla hücum elədim. İndi turumuzu keçir, görə nə olur? 7 min, 17 min hücum elədi 2 dənə ordu ilə.
Burada 5000, 2000 hücum elədi. Burada 8000. Amma təbii ki, bizə heç işə yaramır. Yəni elə bilə. Və indi biz hücum edirik. 47.000, 26.000 bir yerdə Tiflisə hücum edirik. 8600 ordu varmış. Çox az dəqiqətən Tiflisdəki ordu. Burada da 8000 ordu varmış, amma oranı da aldıq. Burada da 8000 və buranı da aldıq. Artıq 100%'ini aldıq Gürcüstan. İndi qalan torpaqlarını da ələ keçirdik. Və tələbləri göndərdirəm. Turumu keçirəm və artıq gördüyünüz kimi Azərbaycan bütün Qafqazlarda hakimiyyətini qurdu. Möhtəşəm bir sərhəd görünümünə qovuşdu. Bu kimdir? Moldova hələ də məndən savaşdadır. Məsələn, ittifaqı 7-də də qop da məndən. Moldova ilə barışaq. Salamatçılıq olsun. Dostlar, görürsünüz kimi orduların hamısını tərxis edim. Gəlirimiz 32.000-ə qədər çıxdı və artıq bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Video xoşuna gəldisə bəyənə bilərsiniz. Sağ olun, salamat qalın.